Charlie Chaplin ilk dəfə səhnəyə çıxanda həyəcandan ayaqları əsirdi. Bunu görən dostu ona dedi: "Qorxma Charlie, qorxma." Onun cavabı belə oldu: "Mən qorxmuram, sadəcə bədənimin enerjisi yeniliyə hazırlaşır." Bəli, zehin tanımadığı və təcrübədən keçirtmədiyi hər şeyi potensial risk kimi qiymətləndirir. Bu narahatlıq yenilik qorxusu, komfort zonasının qorunması və nəzarəti itirmək qorxusu ilə sıx bağlıdır. Nietzsche'nin fikrincə tanımadığımız şey bizi qorxudur, çünki o bizə kim olduğumuzu xatırladır. İnsan heç vaxt etmədiyi bir şeyi edəndə təhlükə refleksi, yəni ya döyüş, ya qaç, ya don reaksiyası işə düşür. Çünki beyin tənbəllikdən deyil, qorunma instinkti ilə bu enerjiyə qənaət etmək istəyir. Ona görə də tanış davranışları edəndə problem olmur. Yeni davranışlar isə tanış assosiasiyaları pozaraq əlavə enerji tələb edirlər. Uşaq vaxtı yeni bir şeyi sınadıqda, tənqid, uğursuzluq və ya cəza yaşamısınızsa, zehniniz yenilik bərabər də ağrı assosiasiyasını yaradır. Nəticədə səhv etsəm gülünc vəziyyətə düşərəm inancı formalaşır və güvəndə olmaq yenilik etməkdən daha dəyərli hala gəlir. Onun üçün də cəmiyyətdə yoxla, amma səhv etmə mesajı dominantdır. Bu fərdin risk etmə qabiliyyətini zəiflədir və bəyənilməmə qorxusunu artırır. Yalnız psixoloji olaraq güclü olanlar bu narahatlığı daha asan atlatırlar. Digərləri isə əvvəl necə edirdimsə, elə də davam etməliyəm düşüncə qəlbindən kənara çıxa bilmirlər. Bu vəziyyət inkişafın qarşısını alır, yeni təcrübələr qazanılmır, həyat genişlənmir. Yaradıcı potensial boğulur, çünki qorxu insanı yalnız sağ qalmağa istiqamətləndirir. Sosial və peşəkar tormozlanma baş verir, təkrarlanan həyat döngüsü yaranır. Dəyişməyən insan eyni situasiyaları yenidən yaşayır. Daxili məyusluq yaranır, sınamamaq hissi sonradan vicdan əzabına çevrilir. Joseph Campbell'in dediyi kimi, qorxunun durduğu yer xəzinənin gizləndiyi yerdir. Christopher Kolumb səfərə çıxmazdan əvvəl ciddi qorxu və ictimai təzyiqlə qarşılaşmışdı. Heç kimin getmədiyi yerə getmək onun dövründə dəlillik sayılır. Galileo Galilei yeni ideyalarını açıqlayanda Tanrının qanunlarına qarşı çıxmaqda ittiham edildi. Amma onların yenilikçi fikirləri bəşəriyyətin tərəqqisinə böyük töhfələr verdi. Yeniliyə qarşı ehtiyatla davranmaq sağ qalmaq mexanizmidir. Məsələn, siçanlar və quşlar tanımadıqları qidanı yeməzdən əvvəl uzaqdan qoxlayır, ehtiyatla yaxınlaşırlar. Primatlar yeni alət və ya qrup üzvü ilə qarşılaşdıqda əvvəlcə bir müddət müşahidə edir, sonra tədricən yaxınlaşırlar. Delfinlər yeni obyektlərə qarşı həm maraq, həm də qorxu nümayiş etdirirlər. Onların araşdırıcı davranış mərhələsi insanlardakı təcrübə etmə cəsarətinin bioloji analoğudur. Ehtiyat igidin yaraşığı ola bilər, ancaq heç sınamamaq da inkişafı əngəlləyir. Carl Jung'un fikrincə insanın qarşılaşmaqdan ən çox qorxduğu şey onun azadlığının qapısıdır. Beyin tanımadığı şeyləri rədd etmir, sadəcə keçmiş ağrıları ilə ölçür. Əgər bu neyroassosiasiyalar texnikaları ilə yenidən kodlanarsa, yenilik qorxusu yerini marağa və enerjiyə verir. Neyroassosiativ transformasiya keçmişin ağrılı izini asanlıqla təmizləməkdə sənə kömək edəcək. Şuuraltı Açarlar adlı NAT dəyişim kampaniyası məhz zehnin oyunlarını anlamaq və həyati əhəmiyyətli dəyişim üçün çox faydalıdır. 16 fevralda başlayırıq, onlayn və əyani qoşulma mümkündür. NAT diploma təliminə qoşulanlara fərdi dəyişim seansı və pulun psixoloji kodları adlı workshop hədiyyə olur. Unutmayın ki, insanın həyatda ən çox kaşki dediyi anlar nədənsə çəkinərək etmədiyi anlardır. Fikirləriniz çox dəyərlidir.